Mənə gəlir ki, Riyad danışıqları ilə bağlı bir çox razılaşmalar əldə edilibdir. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında imzalanacaq ən azı kiçik bir çərçivə sazişi və yaxud da sülhə yönəlik hansısa bir tərəflər konsepsiyasının tərəflərin razılaşma konsepsiyasının imzalanmasının zədələnməməyi üçün danışıqların detalları çox da açıqlanmır. Həm də nəzərə almaq lazımdır ki, faktiki olaraq bugün Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya qoyduğu mövqelər Avropa İttifaqı tərəfindən təşviq görmür və Avropa İttifaqı bu prosesdə Amerikanın mövqelərini dəstəkləmir. Ona görə də Riyadda ABŞ-la Rusiya arasında aparılan danışıqları mən qəsdli formada detallı şəkildə ictimailəşmədiyini düşünürəm. Digər bir tərəfdən Ukrayna onsuz da ABŞ-ın moderatorluğu altında Rusiya ilə Ukrayna arasında anlaşmanın əldə edilməsində Rusiyanın indiyə qədər ilhaq etdiyi Ukrayna torpaqlarının Rusiyada qalmağı şərti ilə belə bir müqaviləni bağlayacağını bilir. Yəni əlbəttə ki, Ukraynada inanmıram ki, hansısa bir hakimiyyət işğal edilmiş torpaqlarını bundan sonra Rusiya ərazisi kimi qəbul etsin, amma hər halda Ukraynanın indi bu torpaqları işğaldan azad etmək perspektivləri də o qədər ciddi görünmür və o baxımdan da Ukrayna indiki məqamda bir mənalı şəkildə ərazi itkiləri ilə barışmış kimi görünür.